Salam hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə elə bir evi təqdim edirəm ki, yəni yaxşı mənada bu evin ömrünə az qalıb. Qiymət endirilib. Elə bir qiymətdir ki, bu ərazidə bu qiymətə ev tapmaq çox çətin məsələdir. Yerləşmə yeri hardadır? Yerləşmə yeri Xırdalan dairəsinə və Masazır dairəsinə çıxışı çox rahat ərazi. Cantəpə adlanan ərazi. Buranı tanıyanlar bilir. 142 saylı marşrut xəttindən 200 metrlik məsafədə hündür yerdə Cantəpə ərazisi ümumilikdə hündür ərazidir. Eyni zamanda yəni bu ərazinin də hündür yerindədir. Qazı, suyu, işığı, mərkəzi kanalizasiyası var, sənədlər qaydasındadır. Evin ön hissəsi, yan hissəsi yoldur, pəncərələrin qarşısı açıqdır, mərtəbə arası monolit betondur, qoşa daşdır, həyətində besetkası var. Çox gözəl evdir. Evdəki bir neçə ilin evidir, endirilmiş bir qiymətlə. Qiyməti də əvvəlcədən qeyd edim ki, bu büdcə sizə uyğundursa evə baxın. 125 min manata endirilmiş bir qiymət 140 min manatdan. Yəni bu ev bir neçə ilin evidir, 140 min manatla satışa çıxarılmışdı. İndi isə ev sahibinə təcili pul lazım olduğu üçün evi endirib. Yəni konkret olaraq ev axtaranlar bilir ki, 125 min manata bu ərazidə marşruta yaxın, Xırdalan dairəsindən 1 kilometr yaxınlıqda belə ev tapmaq olmur. Gəlin keçək evimizin içərisi ilə sizləri daha yaxından tanış edək. İlk öncə mən sizə ən vacib otaqlardan biri olan evdə qonaq otağı, üzr istəyirəm. Qonaq otağı genişliyində olan mətbəxi təqdim edəcəm. Mətbəxə baxın, maşallah olsun, çox gözəl, çox geniş bir mətbəxdir. Yəni mətbəx mebeli yığıldı. Divana, kresloya, stola kifayət qədər yeri qalıb, döşəmə də laminatdır. Sənədlər qaydasındadır, çıxarışdır, kupçadır, notarusda asan xidmətdə tam rahat şəkildə alqı-satqı olacaq. Burada evimizin qonaq otağıdır, 2 işıq düşən pəncərəsi var ki, qarşısı açıqdır. Hər pəncərənin altına kombi xətti çəkilib. Tavan da gördüyünüz kimi spotlarla, gizli işıqlarla bəzədilir. Bir daha da qeyd edirəm. Qiymət 125 min manatdır. Endirilmiş bir qiymətdir. Hamam sanuzəllər də yetərincə genişdir və alıcı ilə satıcı arasında razılıqdan sonra yəni, aksesuarlar da quraşdırıla bilər. Pləkanlar da gördüyünüz kimi taxta pləkanlardır, dairəvi pləkanlardır. Gəlin ikinci mərtəbədən də otaqlarını sizlərə təqdim edir və videomuzu qısa şəkildə yekunlaşdıraq. İlk öncə mən sizə ikinci mərtəbədə olan evimizin ikinci sanuzelini təqdim edin. Burada genişdir və qeyd edim ki, evin damına çıxış var. Yuxarını da göstərir, dama çıxış qoyulur. Burada bizdə birinci böyük yataq otağı. Təmir 3 ilin təmirinə görə çox yaxşıdır, çox səliqəli qalıb ev. Pəncərələrin hamısının qarşısı açıqdır. Masazırda yerləşir, Xırdalan dairəsinə, Masazır dairəsinə yaxındır, marşruta yaxındır. Çox gözəl, çox yaxşı bir ərazidə yerləşir. Bu qiymətə ev axtaranlar bilir ki, yəni bu ərazidə ev tapmaq çox çətindir. Həqiqətən çətindir, endirilmiş bir qiymətdir. Gözəl təklifdir. İnşallah ki, bundan da gözəl evlərə sahib olasınız. Kim alsa, Allah alanı da, satanı da xeyirli versin, yaxşı evdir. İnşallah ev yiyəsi ilə də görüşərsiniz, qiymətlər razılaşarsınız. Sağ olun, salamat qalın.